Yanvarın 28-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Xarici İşlər Naziri Van Yi ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti ilə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan prezidentinin ötən ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb. Tərəflər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət, iqtisadi, nəqliyyat, logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta dəhliz, Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.